Salam, hər vaxtınız xeyir olsun. Düşünürsünüz ki, bu uçsuz-bucaqsız çöllərdə bir iş qurub pul qazanmaq olmaz? Düzdür, yorulub əldən düşmüşəm. Daldalanmağa bir kölgə də yoxdur. Amma olar. Ulu babalarımız boş yerə deməyiblər. Övladda nəvə, dövlətdə dəvə. Dəvəçilik tarixən daha çox Hindistan, Pakistan, Əfqanistan, Suriya, Ərəbistan, Orta Asiya və bəzi Afrika ölkələrində yayılıb. Eramızdan əvvəl 2-ci əsrdə qədim İpək yolunun salınması ilə dəvə və dəvəçilik daha geniş arealı əhatə etdi. İnsanlar bu heyvanla təkcə yol yoldaşı olmadı. Zamanla onun faydaları dəyərini artırdı. Beləliklə dəvəçilik həm də ən gəlirli kənd təsərrüfatı sahəsinə çevrildi. Hətta orta əsrlərdə zənginlərin dövləti dəvələrinin sayı ilə müəyyən olunmağa başladı. Dəvəni xarici görünüşsə elə də gözəl heyvan hesab etmək olmaz. Məsələn, biz maral kimi onun göz qaşına mahnı yazıb şeir bəstələyə bilmərik. Amma sən saydığını say gör, ərəblər nə sayır? Sən demə, ərəb dilindən tərcümədə dəvə məhz elə gözəl demək imiş. İlk sahibkarlar isə dəvəni səhra gəmisi adlandırıblar. Çünki dəvənin səhrada uzun yol qət etmə bacarığına görə onlar bundan pul qazanıb, gəlir əldə ediblər. Ona görə də bugünkü mövzumuz dəvələr haqqındadır. Bugünkü müsahibimiz isə illərdir dəvə sahibkarlığı ilə məşğul olan İslam müəllimdir. Salam İslam müəllim. Salam. Bugün bizə ümumiyyətlə dəvələr haqqında qısa bir məlumat ilk öncə verərdiniz. Dəvələr ümumiyyətlə bizim əraziyə, bu əraziyə orta əsrdə Xıdırlı kəndində demək olar ki, orta əsrlərdən ta bu yerlərdən məskunlaşıb, Özbəkistan ərazisindən, Orta Asiya ərazisindən gətirilmə heyvanlardır. Dəvə ümumiyyətlə özü öz qidasını, özü öz yarım səhrada təmin edir. Hal-hazırda bizim dayandığımız yerdə yarım sahra ərazisidir. O həm kinli heyvandır, həm mülayim heyvandır. Əgər ona hal-hazırda durub mən nəsə eləsəm, bu əlimdəki ağacın birini vursam, o onu yaddan çıxartmayacaq. Nə vaxtsa o üzrüsürüm, pirməklə, başqa bir yolla onun əvəzini çıxmalıdır. Onun dəvənin gözlərinə baxanda elə bil ki, nə o hansısa sənə xoş niyyətlə baxır həmişə. Gözü çox mülayimdir, gözü insanı cəzb edir özünə. Ümumiyyətlə dəvə haqqında çox söz danışmaq olar. Dəvə sahibi yanında olmadan yem arxasınca 15-16 kilometr məsafə qət edib, yenidən əvvəlki yerinə qayıda bilər. Əti kimyəvi tərkibinə görə yeyilən bütün canlılardan daha zəngindir. Südünün yağlılığı 50%-dən çoxdur. Səhra gəmisi çox dözümlüdür. Bir dəfiyə 1 ton yükü 100 kilometr məsafəyə daşıya bilir. Onun gözləri 3 qapaqlı və 2 qat kirpiklidir. Buna görə də səhranın toz torpağı onu qorxuda bilməz. Dəvə 70 dərəcə istiliyə, 50 dərəcə soyuğa davam gətirə bilir. 10-12 gün susuz qala bilən bu heyvan bir dəfiyə 30 litrdən çox su içir. Azərbaycanda dəvəçiliyin inkişafı çox qədim bir tarixə, orta əsrlərə təsadüf eləyir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, dünyada dəvəçiliyin 2 ocaqlarından biri məhz Azərbaycandadır. Dəvəçilik Azərbaycanda 19-cu əsrin ortalarından başlamış, 19-cu əsrin axırlarına qədər ən inkişaf etmiş bir mərhələdir. Azərbaycanda dəmir yol xətləri, xüsusilə də neft, daşıma kəmərləri, boruları artıq başlayandan sonra deməli bu sahədə müəyyən qədər deməli geriləmə müşahidə olundu. Çünki artıq dəvələrdən xüsusilə də nəqliyyat daşımalarda, neft daşımalarda böyük istifadə olunurdu və nəqliyyat vasitəsi kimi də ən çox istifadə olunurdu dəvə karvanlarında. Hər dəvə karvanında 30-40 dəvə olur. Əgər yeni bir təsərrüfata başlamaq ya da məşğuliyyətinizi dəyişmək istəyirsinizsə, dəvələrə yaxından bələd olmadan qərar verməyin. Bir dəvənin qiyməti təxminən 1500-2000 manatdan başlayır. Bu rəqəm sizin gözünüzü elə də qorxuzmasın. Çünki dəvələrin aqrar-texniki qulluq qaydaları elə də çox xərc aparmır. İslam müəllim, bu barədə nə deyə bilərsiniz? Dəvə hal-hazırda özü-özünün hər şeylə təmin edilə bilir.
həm qidala, həm suna. Onun qidası əsas el arasında biz dəvə tikanı deyirik də. Bu yağlı tikandan istifadə edir. Bu kollardan, köslardan, qarağandan istifadə edir də qida məhsulu kimi. O özünə su təminatını özü axtarıb tapa bilir. O su olmayanda yaxın ərazidə bu dəniz suyundan, kör sudan zaten istifadə edə bilir. Yəni o dəvə üçün heç bir problem yaratmır. O 40 litrə qədər bir dəfəndə su içə bilir. Su ehtiyatında özünü təmin edir. Əgər o yaxın ərazidə su tapmayanda o özünün boynunda olan pillərlə su kimi istifadə də edə bilir. Qida kimi də istifadə edə bilir. Dəvə çox unikal heyvandır. Bəzi məməlilər bir-birinə oxşasa da dəvə oxşamır. Dəvənin mədəsində 8 kamera var. Kamera o deməkdir, yəni pərdə var. Yemək daxil olur, dəvə orası çıxılır və qarın hissəsinə ötürülür. Yəni az qala bilər. Dəvə elə belə günlərdə, məsələn, hər gün 50 kilo, 40 kilo yem yeyə bilər. Amma olmayan vaxtlarda, çətin vaxtlarda 200 kiloqramla ötüşə bilir, özünü saxlaya bilir. Dəvələr iki cür xəstəliyə tutura bilər. Bu xəstəliyin biri dabaq xəstəliyidir, ikincisi qara yara. Ona görə də bu dəvələrə ildə bir dəfə peyvənd edirik ki, o xəstəliyə tutulmasınlar. Əgər dəvəçiliyi elə də populyar sahə hesab etmirsinizsə, xəbəriniz olsun ki, Azərbaycan dünyada dəvəçiliyin 2 əsas mərkəzindən biridir. Elə buna görə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəmizdə dəvəçiliyin inkişafı, mövcud genofondun qorunması üçün bir sıra tədbirlər həyata keçirilib. Təbii ki, bundan da ilk növbədə yeni sahibkarlar yararlana biləcəklər. Son vaxtlar Sovetlər dövründə də bu sahə müəyyən qədər bir inkişaf elədi. Azərbaycanda islahatlar getdikdən sonra, yəni aqrar islahatlar həyata keçirilən vaxtda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində dəvəçilik təsərrüfatı qaldı. Bu da onunla əlaqədardır ki, yəni dəvəçiliyin genofondunun, dəvə cinslərinin qorunub, saxlanılıb, artırılıb, onların çoxaldılması və bunların qorunub saxlanmasından ibarət idi. Hal-hazırda deməli, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Abşeron Dövlət Kənd Təsərrüfatı İstehsalat müəssisələrində 70-ə yaxın dəvə deməli saxlanılır. Bayaqdan elə hey danışıram. Dəvə elə, dəvə belə. Əsas məsələni unutmuşam. Təsəvvür edin, dəvənin əti, südü, yunu, qanı, hətta bədənindən xaric etdiyi bioloji su belə bir çox sahələrdə istifadə olunur. Elə bu haqda da məlumatı bizə sahibkarımız verəcək. Hal-hazırda gördüyümüz dəvədən çox sahədə, məsələn, təbabətdə istifadə edilir. Onun adi yunu, onun toxunan bəzi paltarlar, belə deyək də, jiletlər, şəketlər, beldə bəzi yel ağrıları zadı o götürür. Onun yunundan körpə uşaq bədnəzərdən uzaq olsun deyə mənə el arasında onun balışına, onun papağına, bəzi onun geyim paltarına tikilir ki, bədnəzərdən uzaq olsun. Yəni o bədnəzər qaytaran heyvandır, çox müqəddəs heyvandır. Onun adətən yunundan nalça kimi, döşək kimi istifadə olunur. Çünki o müqəddəs heyvandır. Ancaq onu üstə örtmək kimi, geyinmək kimi istifadə olunur ki, biraz həm müqəddəs heyvandır, həm də onun paklığına görə, yəni başqa təmizliyinə görə. Dəvənin ondan həm də xalçalar da o vaxtdan bəri məşhur Azərbaycan. Toxçuluqda istifadə olunur, xalça toxunur, bəzi şeylər toxunur. Dəvə naxışları olan xalçalar da. Xalçaçılarımız dəvə karvanı kimi göstərirlər, dəvə çəkirlər, dəvəli xalçalar deyirlər. Yəni o çox danışmaq olar. Dəvənin südçülüyü barəsində. Dəvənin südü ta qədim zamanlardan, ulu babamızdan qalmış bir el təbabətidir. Ondan uşaqlara o qızıl öksürək deyirlər, göy öksürək deyirlər, ondan istifadə etsin, asma bronxit xəstəliklər üçün, çiçək xəstəliklər üçün, su çiçəyi xəstəliklər üçün, qızılca onun xeyri var. Yəni müalicəvi əhəmiyyəti var. Azərbaycanda da ki, dəvə ancaq səhra şəraitində, köl şəraitində saxlanılır. Yəni o ferma şəraitində, hansı bir qapalı şəraitdə saxlanırsa, onun sütündən də tibb elmində, tibbdə istifadə eləmək olar. Deməli, Azərbaycanda tövlə şəraitində, dəvələrin tövlə şəraitində saxlanılması, yəni tələbat var, tələb var, təklif yoxdur, belə deyək. Tələb var, yəni ondan istifadə eləyə bilmirik də, yəni ki, hansısa bir xeyirli, sərfəli olsun. Dəvənin qanından asma xəstəliklərinə qarşı istifadə eləmək olur. Onun bəzi, o necə deyim, ifrazatından, məsələn, onun tüpürcəyindən, bəzi ifraz sistemindən onu səpkilərə, yara qoxuya, yəni təbabətdə istifadə eləmək. Yəni bu eldən qalma bir, yəni təbabətli vaxtı ilə ulu babalarımız o həmin bu şeylərdən istifadə edib
kimyəvi dərmanlar əvəzinə. Bununla yəni məşğul olub bunu nəsə bir qablaşdırma və yaxud da hansısa bir sistemə salıb inkişaf elətdirmək olar da yəqin ki. Əlbəttə ki, Dədə-babanın adət-ənənəsin müasir tibbimizə gətirmək. Hal-hazırdakı bu dəqiqə Azərbaycanda əsasən təbiətdən yaranan güllə, çiçəklə dərmanlarda təbabətdə istifadə çox olunur. Yəni bundan da həmin şeyli formada istifadə eləmək olar. El təbabətdə belə deyək, el təbabətindən həmin bu da bir qoludda dəvə məhsullarından istifadə qaydaları inkişaf olunsa, bunlar hamısı təkmilləşsə hər bir şey həyata keçə bilər. Ümumiyyətlə Azərbaycanda deməli 200-dən artıq dəvə vardır. Dəvənin çili deməli çox böyük əhəmiyyətə malik olan bir sahədir. Yəni həm gəlirli bir sahədir. Dəvə ətindən istifadə olunur, dəvənin yunundan istifadə olunur, südündən istifadə olunur. Qeyd etdiyim kimi, əvvəllər daşımalarda istifadə olunsa da, bu günlərdə onlardan nəqliyyat daşımalarında o qədər istifadə olunmasa da, yəni bu sahə üçün də yararlıdır. Dəvə yunu ən əhəmiyyətli və ən dəyərli yun hesab olunur. Yəni onun zərifliyi, yun çıxımı, yunun keyfiyyətinə görə ən gözəl deməli, keyfiyyətinə görə ən gözəl yun hesab olunur ki, bu da toxuculuq sənayesində daha çox gəlir gətirən bir sahədir. Əgər eşitdikləriniz sizin də gözünüzə mif kimi görünürsə, narahat olmayın. Elə mənim də ağlımda bir sıra suallar yaranır. Bu haqda mütləq mütəxəssislə danışmalıyam. Dəvə susuzluğa dözümlü heyvandır. Ona görə ki, dəvə bir dəfə su içəndə 40 gün müddətini öz susuzluğunu saxlaya bilir. Dəvənin böyrəkləri o qədər fərqli yaranıb ki, o dəvənin böyrəkləri başqa bir heyvanlarda olsa, o heyvanlar ölə bilər. Dəvə istədiyi vaxt qanın 30% aşağı sala bilər. Dəvənin böyrəyində sidi ilə qan birləşir və qaraciyərə ötürülür. Ona görə də dəvə uzun müddət susuzluğa dözür. Dəvə bu şəraitdə saxlanması üçün ən əlverişli heyvandır. Təsəvvür edin ki, dəvənin südündə inəyin südündən fərqli olaraq 10 dəfə çox dəmir və 3 dəfə çox C vitamini var. Xüsusilə də bildiyiniz kimi bizim məişətdə, ümumiyyətlə, yeyinti sənayesində dəvə ətindən hazırlanan qutablar el arasında daha çox diqqət sərb olunur. Ancaq mən deməzdim ki, məsələn, dəvə ətinə o qədər tələbat var. Çünki bizim insanlar bildiyiniz kimi əsasən heyvan mənşəli, xüsusilə də mal əti və heyvan ətinə, daha quş ətinə daha çox üstünlük verdiyindən, ona görə də bu sahədə müəyyən qədər sahibkarlar bu sahəyə diqqət yetirmirlər. Ancaq mən tövsiyə edərdim ki, əlbəttə bu sahə gəlirli sahədir. Bu sahə fermerlərə, sahibkarlara, əgər gələcəkdə bu sahə ilə məşğul olsalar, bu sahə daha gəlir, sahibkarlar daha gəlir əldə edə bilərlər. Gördüyünüz kimi, bu ilin sentyabrın 12-13-də Bakı şəhərində təşkil olunmuş yarmarkaya sahibkarlar artıq yeni bu il təsadüf elədik biz ona, dəvə gətirmişlər kəsimə, 2 dənə dəvə gətirmişlər və insanlar arasında böyük maraq doğururdu. Hər dəvə ətindən 400-500 kiloya qədər deməli ət əldə etmək mümkündür. Ətin keyfiyyətinə gəldikdə isə təbii ki, dəvə ətinin keyfiyyəti daha yüksəkdir. Çünki dəvə uzun müddət susuzluğa dözümlülüyü, onun özünə məxsus olaraq o dəvədə bildiyiniz kimi el arasında buna dəvədə kinliliyi, onun yem rasionunun tamamilə fərqli olması təbii ki, dəvə ətinin keyfiyyəti olmasına təsir edən əsas faktorlardan biridir. Və hal-hazırda biz bazar iqtisadiyyatı bir şəraitində yaşayırıq. Təbii ki, sahibkarlar tam sərbəst müstəqil şəkildə, yəni bu sahəyə məşğul olub, bu sahəyə deməli diqqət ayıra bilərlər. Dəvəçiliyin ən çətin vaxtı səhra gəmilərinin bala vermə müddəti hesab olunur. Dişi dəvənin hamiləliyi 13 ay çəkir. Balalar əsasən qış fəslində dünyaya gəlir. Köşək adlanan dəvə balası 1 ay yarım ana südü ilə qidalanır. Bütün həyatı boyu yalnız bu vaxt dəvə sahibindən diqqət tələb edir. Belə ki, dünyaya bala gətirən dəvə doğuşdan sonra çox gücsüz olur. Ona görə də balasını müdafiə edə bilmir. Bu vaxt isə o, vəhşi heyvanların hücumuna məruz qala bilər. Avropalılar üçün dəvə həm də egzotik heyvan hesab olunur. Bu isə dəvəçinin turizm potensialını artırır. Məsələn, bir sıra ərəb ölkələrində bəzi yarışlar həyata keçirilir.
Son olaraq dəvə sahəsinə bir sahibkarın sərmayə yatırmasının bir xeyri varmı? Əlbəttə xeyri var. Ona sahibkar hansısa bir sərmayə yatırsa, yəni itirməzsə, yəni bu vaxtilə kimlərsə bizim əcdadlar bundan istifadə edib, yəni onun gəlirini bilirlər. Dəvə də özdəki həm başqa bir heyvandarlığı inkişaf elətdirməkdə nə o bir çox dava dərmanı istəmir, nə çox, yəni hazır Xərc tələb etməyən bir nə çox sahədir. xəstəliyə tutulmur, nə yem özü öz qidasını təmin edir. Həm də ki, bütün soğuğa da dözür, istiyə də dözür. Bundan başqa nə ola bilər ki, inkişaf elətdirməyə? Şaxtaya dözür, borana dözür, istiyə dözür. Həmin də Azərbaycanda həm istisi var, həm soğuğu var. Azərbaycan harasında desin, o saxlamaq mümkündür. Çox sağ olun İslam müəllim, dəyərli məlumatlarınıza görə. Ümid edirik ki, bu məlumatlarınızdan sonra Azərbaycanda dəvəçiliyin inkişafı daha da yüksək səviyyələrə qalxacaq. Kənd təsərrüfatının öndə gedən sahələrindən birinə çevriləcək. Biz buna ümid edirik. Mən də sizə təşəkkürümü bildirirəm. Bu sahə inkişaf etdikcə, bu sahəyə fermerlər, sahibkarlar tərəfindən maraq artdıqca, nazirliyə əgər bu sahədə müraciətlər daxil olduqsa, təbii ki, bu sahəyə də dövlət tərəfindən dəstək müvafiq orqanlar qarşısında qaldırıla bilər. Bu şərtlə ki, yəni fermerlər, sahibkarlarımız bu sahəyə marağı daha da artsın, bu sahə geniş inkişaf etsin və nazirliyə də təbii ki, qaldırılan vəsadət müvafiq orqanlar tərəfindən bu sahəyə dəstək nazirlik tərəfindən qaldırılar və müsbət əlini tapa bilərlər. Dəvəçilik az xərclə yüksək gəlir əldə etmək üçün ən uyğun təsərrüfat sahəsidir. Seçiminizi bu yöndə etsəz, əldə edəcəyiniz nəticələri biz sizə göstərdik. Növbəti həftə isə yeni sahənin sirləri ilə sizinlə görüşəcəyik. Hələlik.